Sabirabad rayonunda fəaliyyət göstərən quşçuluq fabrikinin sahibi Dilavər Babaşov qardaşı oğlanlarından şikayətçidir. Deyir ki, qardaşı vəfat etdikdən sonra müəyyən səbəblərdən müəssisənin 50%-ni satmaq qərarına gəlib və bundan sonra ailə daxili mübahisələr başlayıb. İddialara görə qardaşı oğlanları onun fabrikinə sahiblənməyə çalışıb. Hazırda tərəflər arasında mülkiyyətlə bağlı fikir ayrılığı var. Bəs müəssisə əslində kimə məxsusdur? Dilavər Babaşova yoxsa mərhum qardaşın ailəsinə? İzləyək. Öz pulundan tikilib, onların burada bir madda yoxdur. Onların əlində bir dənə kağız da yoxdur ki, bura biz nəsə almışıq. Dedim, dədön sizə tikirdi, mənim niyə tikirdi? Sabirabad sakini Dilavər Babaşov doğma qardaşı olanlarını onu aldatmaqda ittiham edir. Onun sözlərinə görə qardaşı olanları Sabirabad Quşçuluq MMC-nin yarısını ələ keçirmək üçün onu aldadıblar və bu yolla müəssisəyə sahiblənməyə çalışıblar. Dilavər Babaşov iddia edir ki, müəssisə yalnız ona məxsusdur və qardaşı olanlarının irəli sürdüyü iddiaların hüquqi əsası yoxdur. Dilavər Babaşov bildirir ki, qardaşı adı Şirin Babaşov bir vaxtlar Hacıqabul rayonunda quşçuluq müəssisəsi qurub. Babaşovun sözlərinə görə müəssisənin maliyyələşdirilməsi bank krediti hesabına həyata keçirilib. Qardaşı vəfat etdikdən sonra isə ailə üzvləri arasında müəssisə ilə bağlı narazılıqlar yaranıb. Biz mehriban olmuşuq, düz alqı-satqıya qədər. Alqı-satqıdan sonra yavaş-yavaş başladı aramız dəyməyə. Məndən pul tələb edirlər ki, satdığın malın pulunu yarısını ver bizə. Belə gəldi, çıxdı iş məhkəməyə. Dilavər Babaşov səhhətindəki problemlər səbəbindən Sabirabad Quşçuluq MMC-nin 50%-ni satmaq qərarı verib. Alıcı kimi ilk olaraq qardaşı olanları ilə razılaşıb. Babaşov bildirir ki, müəssisənin 50%-i 8 milyon manat dəyərində qiymətləndirilsə də yalnız 10 min manata satılıb. 16 milyon qiymət qoydu. Onlar mənə 8 milyon pul verməli edilər. Mənə dedi ki, 8 milyonu hər sənə buranın yarısını keçib bizim adımıza, buranı qoyaq bankə, bankdan 8 milyon götürək, verək sənə. Razılaşdıq. Getdim, keçdim bunların adını 50%-in. 5 gün, 10 gün, 1 ay, 1 il gördüm, bunlar səs çıxmırdım. Nə oldu bu 8 milyon? Deyil, tarixmə ilə problemimiz var, biz həll edəcək. Gəldi, çıxdı 2024-cü ilə. Dedi, sənə nə pul verəcək? Buranı mən dədəm tikdirib. 2022-ci ilin yanvar ayının 26-sı fabrikin təsis payının yarısını adımıza keçirdəndə, hiləgərliklə adımıza keçirdəndə, onda niyə demədiniz ki, əmi bu fabriki bizim atamız tikib, 50% yox, 100%-ni də bizim adımıza keçirdi. Bəs həqiqətənmi qardaşı olanları öz əmlərini aldadaraq ona məxsus şirkətin yarısını ələ keçiriblər? Şöhrət və Nemət Babaşov qardaşlarının nümayəndəsi bildirir ki, Sabirabad Quşçuluq MMC fəaliyyətə başlayan gündən qardaşlara məxsus Hacıqabul MMC-nin törəmə müəssisəsi olub. Sabirabad Quşçuluq şirkəti yaradıldıqdan sonra Babaşov adı Şirin, mərhum Babaşov adı Şirin, qardaşı Dilavərin adını rəsmiləşdirib. Həm təsis payının 100%-ni, həm də onu icraçı direktor kimi təyin edib. Və o vaxtdan da Dilavər Babaşov 2024-cü ilə qədər, 22-ci ilə qədər həmin şirkəti tək başına idarə edib. Baxmayaraq ki, bütün lazımı məlumatları, planları hamısını Hacıqabul Quşçuluq şirkətinə məlumat verib qardaşına. O bilirdi ki, bu şirkət onun qardaşıdır və bunlar öz aralarında razılaşıblar ki, bu şirkəti 5000 manata 25%-ni satsın qardaşı oğlanlarına. Qohumlar arasında gedən mülk davasına artıq 2 məhkəmə instansiyasında baxılıb. Şikayətçi tərəf məhkəmə qərarından narazı qalaraq Ali məhkəməyə müraciət edib. Ali məhkəmənin qərarı ilə bir neçə ildir davam edən mülk davasına son qoyulması gözlənilir. Rəşad Vəkiloğlu, Elman Bakovi, Space Haber.